da bu fikirdədir. Turgot da bu fikirdədir ki, tarixin gizli bir aparıcısı var. Tarixin gizli aparıcısının olması, məsələn biz deyirik, dində bu məsələ həll edilməmiş qalır ki, insan azaddır, azad qərarlar verir, ancaq eyni zamanda da demək Allah hər şeyi biləndir, Allah hər şeyi hökm eləyəndir, Allahın istədikləri olur əslində, alın yazısı var. O birisi tərəfdən də alın yazısı varsa, sonda məhz insanlar niyə yarısı cəhənnəmə, yarısı cənnətə getməlidir filan. Bunları da deyirik. Bu təxminən həmin məsələdir. Yəni tarix fəlsəfəsində də eyni məsələ qoyulur ki, yəni biz əgər tarixin bir vahid bir strukturu və bir gedişatı varsa, biz bir mənaya doğru, bir mənzilə doğru irəliləyiriksə, onda bizim azad qərarlarımız nədir? Biz onda oyuncaqlarıq, belə bir məna da çıxır. Biz yalandan qərar veririk onda. Hegelin buna bir cavabı var. Hegel deyir ki, bu bizə elə gəlir ki, biz demək, biz sanki azad qərarlar verir. Əslində azad qərarlar bizə o azad görünür. Elə bir ki, ağlın kələyi, ağlın hiləsi deyir. Mən elə bilirəm ki, mən öz qərarımı verirəm, amma mən başqa bir məsələyə xidmət edirəm. Burada Avqustin, xristian fəlsəfəsinin qurucusu Avqustinin dəhşətli bir fikri var. Demək, dəhşətli fikir ondan ibarətdir ki, Avqustin hesab edir ki, deməli, Allah dünyanı insan ağlı ilə idarə eləyir. İnsan ağlı ilə idarə eləyir. Mən bu fikrə çox gec rast gəlmişəm. Və məni həmişə Füzuli, təsəvvüf, yəni ağlın elə də ilahi olmaması, ağıl eşqdir ilahilik, belə. Yəni qəlbimizdir bizi ilahiliyə aparan, qəlb gözü filan. Bax, mənim belə bu ayrı istiqaməti aparıb. O üfüqü görməmişəm. Ancaq sonra başa düşəndə ki, əslində sən kosmik o dimensiyaya, o spiritual o üfüqə də ağılla çıxırsan. Sən başqa kanal, hansı kanal var? Düzdür, bizim bəlkə də qeyb aləmi, bəlkə irrasional bir qat, o da, amma ağılla biz böyük şeyləri dərk edirik. Avqustin deyəndə ki, demək, Allah dünyanı insanın qərarları ilə idarə edir. Bu deməkdir ki, mənim verdiyim hansı qərar olursa olsun, bu yenə də tarixi gedişata xidmət edir. Bu yenə ora aparır. Yəni biz əslində bir oyuncağıq, belə görünür. Tarix fəlsəfəsinin işığında danışıram və bunu ilahiyyatla paralelləşdirməyə çalışıram. Həm sizdə bir maraq oyatmağa çalışıram, həm nəsə demək istəyirəm, həm də bu sualları açmaq istəyirəm. Bakıda olduğum dövrlərdə demək, din tənqidlərini çox şiddətli apardığım dövrlərdə bildiyim bir məsələni heç vaxt demirdim və deməmişdim. İndi onu mənə elə gəlir ki, indi demək olar. Plotin eramızın 3-cü əsrində bizim Mani peyğəmbərlə təxminən eyni dövrdə yaşamış Plotinin anlayışıdır. O deməli Providentia Dei, sonra Avqustin də bu ideyanı aldı, işlətdi. Providentia Dei nə deməkdir? Providentia Dei fəlsəfə tarixinin bəlkə də ən görkəmli anlayışlarından biridir və bu anlayışla siz böyük bir mübahisəni əslində cavablandırmış olursunuz. Təxminən mən bunu
15-20 il susmuşam, indi boynumu alıram ki, indi deyə bilərəm ki, bu nə deməkdir? Nə üçün sustuğumu da izah elədim. Pravdeniya o deməkdir ki, Allah, indi bizim bu söhbətimizə uyğunlaşdırıb deyim ki, tarixin subyekti, belə tarixin mənası, tarixin sürükləyicisi, motoru. O, hər şeyi qarşısında görür. Qabaqcadan görür mənasında providentiya deyil, yox. Qabağında görmək. Qabaqcadan görmək yox, qabağında görmək. Yəni o tarixi qoyub qabağına beləcə baxır. Bilirsiniz, burada artıq zaman məsələləri qarışır işin içinə, zamanın bu hansı zamandır, o hansı zaman deyil. Bu sorular İslam fəlsəfəsində də bu var. Ki, yəni ilahi zaman və insani fərdi zaman. Amma hər şeyin ovucun içindəki kimi görülməsi providentiya, qabağımda görürəm deməkdir. Qabaqcadan görürəm yox. Bax, bu məsələ insan azadlığı və insanın məhkumiyyəti məsələsini bir anda izah eləyir. Bir anda izah eləyir və daha sonraki dövrdə Hegel deyəndə ki, aha, sən çox da ki, demək, sən çox da ki, fərdi, azad qərarlarla qərarlar verirsən, azadlıqla qərar verirsən, amma o küllü iradənin içində onsuz da təyin olunub bir yol var, ora gedir o. Mənə elə gəlir ki, bunun mənşə ideyası, mən bunu Plotində görmüşəm, daha sonra Avqustin deyəndə ki, insan ağlı elə Allahın əmrlərini yerinə yetirir, hətta ona qarşı çıxanda belə. Russo Turgoya etiraz elədi, dedim ki, o hesab elədi ki, bütün bu bərabərsizliklər hamısı texniki tərəqqi ilə əmələ gəlir və başlanğıcda qızıl dövr var idi. Qızıl dövr pozula gedir. Məsələn, Hobbes deyir ki, yox, başlanğıcda qızıl dövr zat yox idi. Çox ibtidai, vəhşi, brutal bir dövr vardı. Ona təbiət halı deyir və təbiət halında insanlar bir-birinə yaşaya bilmirlər və başa düşürlər ki, nəsə bir qayda qanun qoymaq lazımdır. Belə olmaz. Yəni, qaydalar özü o xaosdan doğulur. İstər-istəməz insan şuuru qaydalara gəlib çıxır. Məhkumdur o qaydalara gəlib çıxmağa. Və onu sonra diniləşdirir, müqəddəsləşdirir, ona atalar sözü adı verir filan edir. Çünki başa düşür ki, təbiət halında yaşaya bilməz. Yəni təkamül eləyir. Tarix təkamül eləyir. Deyir. Hobbes kimi, John Locke kimi adamlar. Ancaq Rousseau başqa fikirləşir. Rousseau deyir ki, xeyr. Başlanğıcda qızıl dövr vardı və biz texniki tərəqqi ilə qızıl dövrdən uzaqlaşmaqda davam edirik. Və biz pozuntuya doğru gedirik. Biz məhvə doğru gedirik. Belə bir fikir var. Deməli, Kant da yenə bu fikirdədir ki, əvvəlkilər kimi tarix bir yerə doğru gedir. Tarixin sanki bir gizli əl var burada və kauzalistika ilə teleologiyanı necə izah eləmək? Yəni, bir səbəbiyyət insanlar arasında baxanda biz bir cəmiyyətə baxsaq, bir-birimiz arasında ancaq səbəbiyyət görə bilərik. Amma siz 100 illik Azərbaycan tarixinə baxsanız, siz Azərbaycan xalqının və yaxud Azərbaycan cəmiyyətinin bir yönə doğru getdiyini görəcəksiniz. Bu necə baş verir? Yəni, əslində hamımız ayrı-ayrı səbəblərdən, ayrı-ayrı motivlərdən hərəkət edirik, amma son nəticədə demək bir yönə doğru gedirik. Mən bunu bir neçə dəfə yəqin ki, bu dərslərdə də demişəm və yaxud da başqa söhbətlərdə demək, bizdə bir niyə sualı var, bir nə üçün sualı var, onları biz ayırt eləmirik, çox vacibdir onları ayırt eləmək.
Ne üçün sualı səbəbiyyəti bildirir, yəni nəyin ucundan, nə üçün, nəyin ucundan, hansı səbəbdən mən bunu elədim, niyə sualı isə nəyə sözünün dəyişmiş formasıdır, yəni nəyə doğru, hansı məqsəddən bunu eləyirsən, sən niyə belə elədin? Məsələn, soruşmarıq, əslən soruşa bilməməliyik ki, filan kəs niyə öldü? Nə üçün öldü? Səbəbdən ölərlər də, yox, məqsədlə ölməzlər adətən. Hə. O adam nə üçün öldü soruşa bilərik. Amma o damın başına niyə çıxıb deyə bilərik. Hə, niyə? Deməli, hansısa məqsədi var. Kantın sözündə budur ki, bizim öz aramızda nə üçünlər var? Nə üçünlər var? Amma tarixə baxanda tarixin bir niyəsi var. Tarixin bir teleoloji bir məqsədi var. Tarix harasa gedir. Ha, bu tarixi biz başa düşə bilərikmi məqsədini? Marx hesab edir ki, bəli bilərik. Hegel hesab edir ki, bəli bilərik. Hegel hesab edir ki, insan dərkə doğru gedir. Tarix özünü dərk edir və bu onun yekunudur. Bu tarixin sonudur. Tarix başa düşür ki, bütün bunlar belə olmalıymış. Olmalı olduğumu oldum artıq. Yəni olacağına varmaq kimi bir şey. Yəni tarix bunu dərk eləyəndə tarix yekunlaşır. Tarixin sonu ideyası bu Hegeldən irəli gəlir. Ancaq Marx da məsələ belədir ki, xeyr, elə bir şey yoxdur. Marx Russoçudur. Tarix bu texniki tərəqqi ilə deməli bərabərsizlik gedir və bərabərsizliklər son nəticədə hüquqi tənzimləmə geri qalır. Təsəvvür edin ki, məsələn, tutalım ki, bizdə bir atalar sözü var və o qədim icma dövründən indiyə qədər bizim insani münasibətlərimizi tənzimləyir. Amma indi biz gəlib çıxmışıq artıq 21-ci əsrdə süni zəka dövründə yaşayırıq və amma o atalar sözü ilə biz artıq istehsal münasibətləri, əmək münasibətlərimizi biz o cür tənzimləyə bilmirik. Və nəticədə nə baş verir? Marxın hesabına görə konflikt şiddətlənir, inqilablar baş verir belə. Yəni amma indi bu tənzimlənir də, yəni atalar sözü ilə olmur bu işlər indi. Yəni dini qaydalarla olmur. Daim müntəzəm işləyən, daim çevik qanunlar qoyan bir parlamentar sistem var. Parlamentar sistem o münasibətlərimizi tənzimləyir ki, konfliktlər şiddətlənməsin. Konfliktlər şiddətlənməsin. Çünki əmək alətlərimiz artdıqca tarix yeni pillələrə qədəm qoyur. Marx belə hesab edir, Russo kimi. İndi fikir verin, siz yeni bir əmək aləti yarada bilərsinizmi hansısa dövlətin icazəsi olmadan? Deməli, əslində tarixin indi sükanı dövlətlərin əlindədir. Qabaqlar ayrı-ayrı qəbilə başçılarının əlində idi. Bəlkə də hansısa məbəddə o yeni bir oxumu yaxud da kötanımı orada təqdim eləyirdilər. O məbədin baş kahini mi, indi ruhanisi mi ona xeyir dua verirdi və beləcə o deməli yaşama hüquq qazanırdı. Düzdür? Amma o birisi kənddəki bundan xəbəri yox idi. Bəlkə ayrı-ayrı məbədlər bir-birlərinə bu cür savaşırdılar. Yaxud da bu Allaha sitayiş eləyənlərlə o Allaha sitayiş eləyənlər bu cür savaşırdılar. Amma indi bütün bu məsələlər dövlət tərəfindən lisenziyalaşdırılmalıdır. Siz heç bir yeni bir alət dünya tarixinə gətirə bilməzsiniz. Onu ancaq gətirən, onu çox yüksək yerlərdən gəlir o alətlər. İndi biz süni zəka maşınları işlədirik. İndi məsələn Google axtarış sistemləri gətiririk. Məsələn yaxşı bir fikir var, deyir, bütün dünya sosioloqları Google'un bildiyini heç yarısını bilmir. Yəni Google'un əlində nə boyda deməli məlumat bazası var. Yəni oradan hansı statistikanı toplaya bilər, oradan hansı qanuna uyğunluqları toplaya bilər, çıxarda bilər, düzdürmü? Yəni bu cür alətlər artıq o alətlərlə onlar qabağa çıxa bilirlər. Amma tutaq ki, Azərbaycan
kimi balaca bir dövlət, yaxud da balaca resurslarla biz belə alətləri dünya tarixinə gətirə bilərikmi? Hər bir alət dünya tarixinin balaca bir vintidir. O alətlə siz nəsə iş görə bilərsiniz. Bu çox vacib məsələdir, olduqca vacib məsələdir. Marksa gəldikdə, Marksın əsas fikri bundan ibarətdir ki, demək, tarix heç hansı bir qabaqcadan qoyulmuş, bizi qabağında görən bir subyektin məhkumiyyəti deyil, tarix əməyin məhsuludur. Bayaq dediyim kimi, tarixin dünyəviləşdirilməsi budur. Yəni, tarixdə ancaq insan əməyini görə bilərsən. İnsan əməyinin məhsulundan başqa bir şey görmürsən. Orada insana başqa heç kim yoxdur. Marksın sözü bundadır. Ancaq bu əmək gətirir qan-qadaya çıxır da, ən sonda inqilab baş verməlidir və tarix kommunizm deyilən əbədi bərabərlik və rəfah cəmiyyətində yekunlaşmalıdır. Tarix Marksda da yekunlaşır. Bir yerə gəlib çıxır. Tarixin yekunlaşması belə bizi çaşdırmamalıdır. Tarix yekunlaşdırması o demək deyil ki, sabahları tarixi hadisə baş verməyəcək. Tarixin yekunlaşması Fukuyama'nın 20-ci əsrdə çox məşhurlaşdırdığı bir ideya oldu. Bunu demək istəyir. Tarixdə yeni ideya olmayacaqdır. Yəni, emansipasiya olmayacaq məsələn, kişi-qadın bərabərliyi. Bunun üçün, nə bilim, feminist hərəkatlar, nə bilim, qanunvericiliklər, bütün, yəni, bir çox ölkələrdə hələ bu yerinə yetməmiş olsa belə. Amma bu bir ideyadır. İnsanlar bunu anladı, tutardı. Heç bir çarə yoxdur. Bitdi bu. Yaxud da quldarlığın ləğvi. Ola bilsin, haradasa yenə quldarlar var. Ya da ona oxşar. Ya da Avropanın özündə də deyirlər, gizli yerlərdə hansısa qaçqınları gətirib saxlayırlar, işlədirlər, ya Rusiyada. Yəni, elə şayələr var. Ancaq quldarlıq qanunsuz elan edilib. Quldarlıq bir cinayətdir. İnsanlıq bu ideyaya gəldi, çatdı. Bitdi. Bitdi, tarix bitdi. Yeni ideya olmayacaq. Yəni, Fukuyama'nın məşhurlaşdırdığı, yəni liberal demokratiya, yəni insan azadlıqları, yəni mənim danışmaq azadlığım, yaxud nə bilim, mənim fikrimi ifadə eləmək azadlığım, bu bir azadlıqdır və bu bir daha geriyə qayıdış olmayacaq. İnsan geriyə qayıda bilməz. Çünki insan özü belə bir daş kimi təbii cisim deyil. İnsan tarixidir. İnsan, bizim bu gördüyümüz insan tarixidir. Bu tarixdə yaranıb. Burada dəhşətli bir məsələ ilə biz üz-üzə qalırıq.